She say what you want her to say. At the end of the day, I'm still getting money regardless. I'm still getting paid. She won't Gucci. Hər yerə amma danışam. Təl Əvivindən hamıya salamlar. Universitetdən gəldim. Tempolu, deməli, oyunlar oynaya çıxdı. Oh my god man. Bəli. Siz də zəhmət olmasa like eləməyi unutmayın. Bu sözləri mən axırıncı səfər 2015-də falan deyirdim. Mən uşaq vaxtı həmişə xoşlayırdım YouTube çəkməyi. Bilmirəm, kameranı mən həmişə xoşlamışam. Bütün videolarda istəyirəm ki, qabaqda olum, kamera məni çəksin. Uşaq vaxtı Xaçbulaqda gedirdik. Mən eləyirdim. Bir planşetim var idi. Video qoyurdum planşetdə. Saatlarca danışırdım. İndi ona podcast deyirlər. Mən də saatlarca danışırdım. Yəni uşaqlıqda mən belə video çəkməyi, videoda danışmağı çox xoşlamışam. İndi istəyirəm ki, biraz belə hobbi olaraq davam edeyim. Özüm informasiya texnologiyalarında Azərbaycan Memari İnşaat Universitetində oxuyuram. Belə karate özüm karate ilə məşğulam. 7 ildir qara kəmər sahibiyəm. Yəni istədim məlumat verim. İkinci videoma baxmayaraq bəzi tanımayan insanlar olur. Bayramdan bir gün gözlə. Bugün barbara gedirik Mahirəmlə. Glow up keçirəcəyik. Before after eləyərik. Saçım yumuşam deyə biraz qabarıb. Belə 360 göstərim. Sən də göstər. Before after eləyəcəyik. Before after. Çox dəyişiklik olmayacaq amma. Bax bir dənə 360. Oh yeah. Çox risklidir. Həqqi bərbərimi dəyişməkdən zəhləm gedirəm. Nə? Zəhləm gedirəm. Zəhləm gedir. Belə. Davay. Ama ne geçer? Af kapız burada. Belə haftaya. Arxası pisdir. Bax qabaqdan süperdir. Qəşəng görsən ya. Qəşəngdir. Nədir? Belə 360 Turan. Oo. Mən də 360 çək. Şef. Bəli, bugün Qıyma bana Hüseyn. Bir-birinin hamısını qoyacaq bura. Ən azı nə qədər vaxtımız olacaq? 50 dəqiqəmiz alar. 50 dəqiqə hamısını pişirəcəyinizə söz verirsiniz. Yanımda Məhərrəm yoldaşımız da var. O dəstək olur. Amma Sonra ciddisən dəstək kalanı dəyişdirəcəm adını. Hüseyn şef. Sinifin anası. Sinifin anası. Atdığı videoya Həqiqdə o söz kim tapdı? Mən Nəyi? Sinifin anasını. rəqsdə demişdim də. Məncə də odur da. Çünki Yox, qəşəngdir. Gəlməz yox fikir var. Zakir elə deyil də ha. Sinifin anası. Sən Bu nə qəşəng oldu? Bu mən yeyəcəm. Özdə belə hamımız durmuşduq. Rəqs müəllimi zat. Dərslərə danışırdıq. Mən də dedim ki, o da sinifin anasıdır. Mən də sinifin çiçək. Ey. Çiçəyə baxdın ha. Bu boyda çiçəyimi otaqdın. İnandı dedik, xoşuma gəldi. Mizahı şey. Baxın. Bu Türk kofesi heç bir şey eləmirəm, anti reklam eləyirəm. Bunu almayın. Yəni bu özdə bunu sən demə bişirməliymişsənmiş. Sonra nəmin ağarmarsınmış. Bu çox bekara. Bundan al, bunu reklam eləyirəm. Sponsorum McCafe sağ olsun. Yəni alın için. Yavırçılıq. Bir gün deməli. Mən normalda pessoq olaraq bunu töhməliydim. Amma beynimin psixologiyası olaraq elə bildim ki, bu pessoqdur. Ay Allah, bu başqa şeydir. Yəni elə bildim pessoqdur. Kofenin dadı hələ də ağzımdadır. Qoy bir dənə proyektoru qoşum. Hə. Baxın. Bilmirəm, bunu doymayacağam. Ayda yeməklərin hamısı buzluqdadır. Buna bax. Okey, eləyəcəm. Zakir şefini ağaracaq sizə. Baxın. Qoydum bunu. Buna bax. Buna bax. İndi görün bu nə olacaq indi. Getdik tutorial. Deməli, hanı bizim tavamız? Ya da başı qoydum. Bu bizim tava. Bu hanı, bu yağdır.
Bu yağdı. İndi yağı tökürük. Bir dəqiqə. Bir dəqiqə Osman abi, bir dəqiqə. Bax bir dənə bax, heç vaxt ölçü verəmin də, yəni nə bir çay qaşığı, nə paputu. Yoxsa nə baxır, nə belə baxır, belə o töküləcək. Yəni telefonla baxıram, yəni telefon şey. Yağlı eləyirik, yağlı. Oha, çox döydü. Amma məncə süperdir. Yəni bu qədər eş bir şef, yəni bu qədər yağ tökənməz. Qram zat demirəm, yəni bu qədər yaxşı yağ tökənməz yəni o şeflər. Bəli, indi nə varıq? Hə. Bunları bir dəqiqə, başqa nəsə edirik, tulluyuruq. Bir dəqiqə. Deyəcəm yorumlarda yazın. Bu videonu 10 ildən sonra paylaşıram. İndi biz kotleti kotleti qoyub şey eləməliyik. Yandırmalıyıq altını. Yoxsa altını yandırıb kotleti tökməliyik. Yoxsa fərqi yoxdurmu? Nəsə gözün ketçupda yazıb gəlin. Ketçupdan soruşdum, indi bura şəklini qoyacağam. Deyir ki altını yandır. Hani bunun altı? Zajgal kanı. Zajgal kanı. Aha burada. Okey. Bir dakika. Demədi. Hansıydı bu? Buydu. Ha bu ne olmadı? Gaz ilandı. Bir dakika. Kaydedelim ha. Koy ben onda bunun yanından kalan koyayım da ha. Ay başım ağrıdı. Bak bana olsun. Aynen atsın biraz təhlükəli işlər görürük. Evdə yoxlamayın. Bunları evdə denemeyin. Allah. Başım ağrıdı. Oh. Sən deməyəm ki bu açılanda. Niye risk atılır bu? Siz görmüşsünüz bunu aynından. Belə prodüksiyon yoxdur. Okey, gözlüyüm bir dənə düzəldib gəldim. Düzəldib gəldim. Beldə də sinyalınızı düzəldim. Bana özcə döysüz var. Gözlə. Şimdi bir dənə prodüksiyon. Bir şey kim deyil, o nəm dala kamera qoyur, nəm nə var. Gözlüyüm dəqiqə zəhmət olmasın. Söylana, bundan yaxşı çəkilir. Bu görüm. Su. Yani yok da heç arada belə çəkilir. Okey, bunu qızdırdı. Sinif yoldaşım deyildi ki, bunu belə at. Ben mi demişim onu? Siz dediniz abi. Olmadı axı. Yağ çox dönədi ya. Olmadı axı. Bu çox yağlı oldu. Şefe... Masterchef yorumlarda bilmem yazacaq, yalvarıb eləyəcək. Gedirəm Masterchef'ə. O qıqaş var edir. Kazanacağım. Nə tərzdir ya? Əslən onu bura qoyuşam indi. Yəni bir dənə buna baxdan ha. O yapım bir oldu. O birində aferin. Birində aferin. Öyle 3 dənədir, nəzə olur? Möhtəşəm idi, yəni belə şey yoxdur. Onu təşəmmədir. Gördüyünüz şəhərdən 1 yaşdan sonra çıxmaq lazımdır. Məsələn, siz Bakıda son 20 ildə yaşamısınız. Artıq Bakının sizə verə biləcəyi heç nə qalmayıb. Bakı doğrudan da çox gözəl şəhərdir, amma siz 20 il orada yaşamısınız, hər bir yeri bilirsiniz, artıq siz öz komfort... Demək olar, yeni heç nə öyrənmirsiniz. Mən bu eyni şeyi Singapurda qalan bir insana da deyərəm ki, onsuz yaşamısan. Gəl çıx bir Bakıda da 10 il yaşa gör, aralarda nə kimi fərqlər olacaq. Hadi geri. Bilmirəm, yat.
bütün günü evdəydim aslında. Ay ders. Hakkı bize niye ders vermirlər uşaq? Şübhələnmə, bəlkə verirlər biz yazdırırıq. Göl geldim. Hava süper değil mi? Yerden tələbə bilet tapdım. Bu kimdir? Zakir Hasanov. Çəkələrini göstər. Oh my god. Nesi almışdın? Ya bahalıydı. Bütün şeyler bunu tabriye. O gün də ayağını şeyləmişdi. Şəhərdə belə bir şey yer. Sen idam açtın. Dedim biraz. İndi 2 saata yolu gedəcəyik. Mən nəyim lazım? Qaç. 3 2 Naskısız qaç. Nask. İnsanlar var. Bir zaman da böyle. Mənzərəsinə baxın. Deməli, top ilə. Bura 28'də olan, yox, bura gənclik sayılır. Top tapdıq. Mükemmel top kontrolüm var ha. Temudan vurduğum top. Pasdaşın, elə ayaqlı pasdaşın. Kvadratının pasdaşı. Sən hara atırsan? Oratmaq istəyirdin də elə. Başım bırak. Niye böyle bu cennetin ardından gəlir böyle futbolcu yeteneklerin? Yani qaqaş. Başa düşdüm. İndi ben ara apay. Deyirsən qəşəng yerlərdir. Vay bura nasıl süperdi. Getdikcə açılır ey. Wow. Hər dəfə bu məkana gələndə bizi təəccübləndirirlər. Möhtəşəm mi burası? Ne? Belə bir insan tanımırıq, görmədik, eşitmədik.